Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Mən Nail Sadıqov hər birinizə salamlayıram. Bu videoda sizlərlə 2023-cü ilin yay aylarında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq müəllimlərin işə qəbul imtahanı üzrə düşə biləcək model suallar haqqında danışacağam. Təbii ki, bunlar nümunə suallardır. Bunların oxşarları düşmüş ola bilər sizə orada. Yaş məsələləri ilə bağlıdır. 3 il əvvəl ata oğlundan 4 dəfə böyük idi. 5 il sonra atanın yaşı oğlunun yaşının 2 mislindən 8 vahid çox olacaq. Ata ilə oğul arasındakı yaş fərqini tapın. Müxtəlif üsullardan istifadə edə bilərsiniz. Mənim təklif etdiyim üsullardan biri cədvəl üsuludur. Kim necə istəsə yaza bilər. Cədvəl üsulu nədir? Bu formada bir cədvəl çəkirsiniz. Əvvəlcə cədvəlin içərisini doldurağın. Deməli, ata və oğul var. Hər ikisini yazacağıq bura. Plus illər üzrə kateqoriyalaşmış olacaqlar. Yəni, burada 3 zaman var. Okey. Buradan qeyd etdik. Aha. Buraya yazıram A hərfi, atanın yaşı. Bu da olsun O hərfi oğlun yaşı. Bura minus 3 yazıram, yəni 3 il əvvəl. Bura indi yazacağam. İndi. Bir də 5 il sonra. 5 il sonranı da plus 5 kimi göstərə bilərik. Burada yazdım plus 5. İndi deyir 3 il əvvəl ata oğlundan 4 dəfə böyük idi. Yəni oğlun yaşı bir x idisə, atanın yaşı olacaq 4x. Söhbət 3 il əvvəldən gedir. Hal-hazırda neçə olacaq atanın yaşı? 4x üstə gələk 3. Yəni 3 il əvvəl belə olubsa, indiki yaşları üzərinə 3 gəlməklə ala bilərik. 4x plus 3 olacaq. Oğlun yaşda olacaq x plus 3. İndi 5 il sonraya getsək, hərəsinin yaşının üzərinə 5 gələcəm. 4x plus 3-ün üstə 5 gələndə edəcək 4x plus 8. Bu formada yazırıq. Bunun yaşını olacaq x plus 3 isə üzərinə 5 gələndə olacaq x plus 8. Vəssalam, ilk işiniz cədvəli doldurmaq olur. Bunu cədvəlsiz də yaza bilərsiniz. Sadəcə cədvəllə yazıram ki, bizi çaşdırmasın bir növ. İndi növbəti gedişdə bizə deyir axı, bax, ikinci cümlədə 5 il sonra atanın yaşı oğlunun yaşının 2 mislindən 8 vahid çox olacaq. Oğlun yaşı nədir 5 il sonra? X plus 8-dir. Bunu 2-yə vursaq, bax, buradan yazıram, 2 vurulsun, x plus 8. Oğlun yaşının 2 mislindən, yəni x plus 8-in 2 mislindən atanın yaşı 8 vahid çoxdur. Yəni oğlunun yaşının üzərinə 8 gəlsəm, atanın yaşını alaram. Atanın yaşı da 4x plus 8-dir. Və yaxud 4x plus 8-dən elə 8-i çıxa bilərdiniz. Fərqi yoxdur. Eyni cavabı almış olursunuz. Onsuz da yekunda. Bunu vurub atsam, 2-ni x-ə vuracam. Edəcək 2x. Vurmanın paylamaq xassəsinə əsasən. 2-ni 8-ə vuranda edəcək 16. Üstə gəlirəm 8-i. Burada saxlayıram. Bərabərdir 4x plus 8-ə. Sonra adi tənlik kimi yanaşaq. 2x üstə gələk. Deməli, neçə olacaq? 16-nın üstə 8 gələndə edəcək 24. Bərabərdir 4x plus 8-ə. Növbəti gediş 4x-dən 2x-i çıxıram, qalır 2x. Bərabərdir 24-dən də 8 çıxacam, qalacaq 16. X-in qiyməti də buradan bərabərdir. 16-nı 2-yə bölən düşəcək 8. Bizdən də bunların yaş fərqini soruşur. Bilirik ki, insanlar arasında yaş fərqi heç vaxt dəyişmir. Məsələn, 3 il əvvəldə də hesablaya bilərsiniz, indi də hesablaya bilərsiniz. Fərq etməz. İndi 3 il əvvəl atanın yaşı neçə olub? 8-i 4-ə vuracam, edəcək 32. Atanın yaşı 32-dir. Oğlun yaşı neçə olub? Elə x-in qiyməti, yəni 8. 32-dən 8 çıxana qalır 24. Bunu indi üçün də hesablaya bilərsiniz. Yəni, həmişə 24 cavabını almış olacaqsınız. Deməli, doğru cavabımız yaş məsələsində ikinci sualda D variantı oldu. Adətən bu tipli suallarda sizdən nə soruşur? Məsələn, deyir ki, atanın indiki yaşını tapın. Atanın indiki yaşını tapanda, bax, 4x plus 3-də aparıb yerinə yazacaqsınız. Məsələn, atanın indiki yaşı neçə olacaq? 8-i vuracaqsınız 4-ə, burada da yəni. Üstə 3 gələcəksiniz. 8 4-üm 32, üstə 3 gələndə 35. Nə bilim, atanın deyər 10 il sonraki yaşını tap. İndiki yaşını tapıb üzərinə 10 gələcəksiniz və s. Və yaxud burada hesablayıb üstə 5 gələrsiniz və s. Ümid edirəm anlaşıldı. Fərqli metodlardan yenə də qeyd edirəm, istifadə edə bilərsiniz. Amma bu tipli suallar çox potensiallı sualdır ibtidai sinif MİQ imtahanında. Ona görə bu tipləri mükəmməl bilmək vacibdir. Sual 3-ə keçid etdik. Meyvə qurusu məsələləri də adlandırırıq bəzən buna qısa formada, yəni kəsr məsələlərinə aid bir sual tipidir. Deyir, meyvə qurudularkən öz çəkisinin 5-də 2 hissəsini itirir. 150 kiloqram qurudulmuş meyvə əldə etmək üçün neçə kiloqram təzə meyvəyə ehtiyac var? Bunu şəkil vasitəsilə izah edəcəm sizə, asan olsun deyə. Sonra ümumi olaraq məntiqində göstərmiş olacağım. 5 dənə hissəyə bölsək, bax, sadə dildə danışsaq,
bunun 5də 2 hissəsini itirir. Yəni meyvə gətirirsiniz, bunun 5də 2 hissəsi x qoyuram bura. Yəni yoxa çıxır. Yerdə nə qalır? 5də 3 hissəsi. Bax, qalan hissə buradır, 5də 3. Və bu 150 kiloqramdır bizə deyir. 5də 3 hissəsi 150-dirsə, 150-ni 3-ə bölürəm, düşür 50. Bir dənəsi 50-dir. Deməli, digərlərinin hamısı da 50 olacaq. Toplam axı 5 hissə idi. 50-ni 5-ə vuranda edəcək 250 kiloqram. Doğru cavabımız olur D variantı. Yəni, sadə formada desək, meyvə qurudularkən öz çəkisinin 5də 2 hissəsini itirirsə, 5də 3 hissəsi qalır. 5də 3 hissəsi 150 olan ədədə tapacaqsınız. 150-ni deməli böləcəksiniz 3-ə, düşəcək 50. Hissəsinə görə də tapmaq yəqin hər kəs bacarır. Həmin o 50-ni də vurursunuz 5-ə. Edəcək 250. Sadəcə diqqətli olmaq lazımdır. Bəzən 150-ni 5-ə bölüb 2-yə vura bilərsiniz. Hansı ki variantlarda qoymuşuq 60, yəni düşünmədən yazsınız. Və yaxud 150-ni 2-yə bölüb 75, 75-i 5-ə vurub 375 ala bilərsiniz. Bunu da variantda qoymuşuq. Ona görə sualın məntiqini anlamaq lazımdır ki, meyvə və yaxud başqa bir şey olsun, qurudulanda öz çəkisinin 5də 2-sini itirirsə 5də 3-ü qalır. Görürsünüz, qalan hissə budur. Belə, ümid edirəm, sual 3-də anlaşılmış oldu. Sual 4-ə keçid edirik. Ədəd düzəltmək və yaxud da mühakimə məsələsi də adlandırırıq. Ədəd məsələlərinin bir növüdür bu. Rəqəmləri cəmi 14 və rəqəmləri müxtəlif olan ən böyük və ən kiçik 4 rəqəmli cüt ədədlərin cəmini tapın. Deməli, ilk növbədə gəlin, rəqəmləri cəmi 14 olan, rəqəmləri müxtəlif ən kiçik 4 rəqəmli cüt ədədi tapaq. Bunun üçün 1 yazıram, yəni ədəd 1 ilə başlayacaq. Sonra 0 yazıram. Arxaya 9 yaza bilərdim, cüt deməsəydi. Amma cüt dediyi üçün 8 yazacağam. 1 üstə 8 edir 9. Axı cəmi 14 etməli. Deməli, bura 5 yaza bilərəm. 1058 rəqəmləri cəmi 14 olan, rəqəmləri müxtəlif olan, ən böyük, daha doğrusu ən kiçik 4 rəqəmli cüt ədəddir. Bəs ən kiçiyi necə, daha doğrusu ən böyüyü necə tapacağam? Bu zaman ən böyük tapanda 9 ilə başlaya bilərsiniz. Bura 9-u yazdınız. Axırına 0 yaza bilərəm. Bəli, çünki 0 ilə qurtaranlar cüt ədədlərdir. 9-dan sonra neçə yazacağam? Ən böyük istəyirsə 8 yazmaq istəyirəm, amma bizdən 14 olduğunu zaten demişdi. Onda bura 1 yazacağam. 9-un üstə 1 gələndə 10. Burada 4 yaza bilərik. Doğrudurmu? Yəni 9410. Rəqəmlərinin cəmi 14 oldu. Sonra bunları toplayırıq. Burası oldu 8. 5-in üstə 1 gələndə 6 etdi. Bura oldu 4. 9-un üstə də 1 gələndə 10. Yəni olacaq 10.468. Biraz səliqəsiz işarələdim. 10.468. Doğru cavabımız olur B variantı. Bu da sayca 4-cü sualımız idi. Biraz çaşdırıcı sualdır. Cüt məsələsinə diqqətli olmaq lazımdır. Sonra 5-ci suala baxırıq. Bu 2022-ci ilin MİQ qəbul sualıdır. Sadəcə mən ədədləri dəyişmişəm. Qabda müəyyən qədər su var idi. Əgər qaba 150 litr su əlavə etsək A litr, 60 litr su götürsək A bölək 4 litr su qalar. Əvvəlcə qabda nə qədər su var idi? Məsələn, qabda əvvəlcə x litr su var. Bilirsiniz də, artıq ibtidai sinif proqramda tənliş qurmağı hər bir müəllim bacarmalıdır. Yəni, son il bizə göstərdi ki, tənliksiz mümkün deyil də bir növ. Təbii ki, yaza bilərik, şəkillər vasitəsilə falan, bu ayrı məsələ. Amma test tapmaq üçün inteqrasiya sualları çox olur da. Mütləq surətdə tənliş qurmaq bacarığı inkişaf etməlidir hər birinizdə. Aha, qabda müəyyən qədər su var, yəni x litr. Əgər qaba 150 litr su əlavə etsək, oldu x plus 150. Deyir, bu A olacaq, bərabərdir A-ya. Çox gözəl. 60 litr su götürsək, yəni x çıxaq 60 olsa, bərabər olacaq A bölək 4-ə. Yəni 4 dəfə azalmış olacaq. Əvvəlcə qabda nə qədər su var idi? Dəyərli müəllimlər və müdavimlər. Bunu necə yaza bilərsiniz? Bax, aşağı hissədən yazıram. İki formada yanaşa bilərik. X-ə görə və A-ya görə ifadə edə bilərik. Amma gəlin belə bir şey edək də. Hər ikisini A-ya görə nizam edib X-i tapaq. Yəni bizə X lazımdır. Əvvəlcə qabda olan su X idi zaten. X-i tapsaq bizim cavabımız həll olmuş olacaq. Bu rəng yaxşı görsənir. Bəli, elə bundan yaza bilərik. Bunu 4-ə vursaz. Bax, bunu 4-ə vursaz. Burada A qalacaq. Yəni bilirsiniz də, kəsirin məxrəcini bu hissəyə vuranda kəsirin sürətini alırıq. Onda belə bir şey yaza bilərik ki, 4 vurulsun, x çıxılsın 60. Bu nəyə bərabərdir? A-ya bərabər olur? Olur. Axı, yuxarıda da A-nın x plus 150 olduğunu bilirəm. Onda bunu belə yaza bilərəm ki, x plus 150.
Sonra bu tənliyi gəlin birlikdə həll edək. 4x-ə vuranda edəcək 4x. Çıxılsın 4-ü 60-a vuranda edəcək 240. Bərabərdir x plus 150. Bu tənliyi biraz indi yuxarı hissədən yazacağım. Rəngini də dəyişirəm, daha yaxşı görsənsin. Bu hissədən yazağın. İndi 4x-dən x-i çıxıram. Edəcək 3x bərabərdir. 240 keçəcək o biri tərəfə, qabağında çıxım işarəsi. 150 ilə toplanılacaq, edəcək 390. Buradan da x nəyə bərabərdir? 390-ı 3 yerə böləndə düşəcək 130. Yəni qabda əvvəlcə 130 litr su var idi. Düzgün cavabımız deməli nə olacaq? D variantı olmuş oldu. Gəlin sizə məntiqin izah edim də bu nə deməkdir? Baxın, qabda əvvəlcə 130 litr suyumuz var. 130 əvvəldən var. Bunun üzərinə 150 litr töksək nə qədər edir? 130 üzərinə 150-ni töksək edir 280. Əla. Deyir, əgər 80 litr götürsək, üzr istəyirəm 60 litr. 130-dan 60 götürənə qalır 70. Yəni 70 qalar. Deyir ki, əvvəlcə, yəni 150-nin tökəndə A oldu. A bu 280-ə deyir. 60 litr götürsən A bölək 4 qalır. Yəni 280-i 4-ə bölünə düşür 70. Görürsünüz, yəni 4də 1 qədər qaldı da bu mənadadır. Sadəcə bunu hərflər vasitəsilə verir. Yoxlayır ki, görün müdavim dəyişənli ifadə qrup tənlik həll edə bilirmi? Bax, budur dəyərli müdavimlər, bunun izahı. Bu tipli suallar inşallah gələcək dönəmdə də çox paylaşılmış olacaq. Əsas məntiqini anlamaq lazımdır. Ümid edirəm məntiqini də anlamış oldunuz. Yəni mütləq surətdə MİQ imtahanına gedirsinizsə, asan suallar işləyin əvvəlcə, amma sonra mütləq surətdə düşə biləcək təbii ki. Yəni lazımsız suallar işləməyə ehtiyac yox. Düşə biləcək potensial suallar işləmək lazımdır. Tənlik qurmaq bacarıqlarınızı inkişaf elətdirməlisiniz ki, qəbul imtahanında belə deyək, yaxşı nəticələr əldə edə biləsiniz. Son olaraq, əgər videomuz sizlər üçün faydalı oldusa, videonu bəyənməyi unutmursunuz. Ətrafınızda olan digər insanlarla da bölüşə bilərsiniz. Bizim ibtidai sinif müəllimləri üçün MİQ hazırlıqlarımız artıq start götürübdür. MİQ hazırlıqlarımıza qoşularaq həftədə 3 dəfə canlı dərslərdən yararlana bilərsiniz. Dərs zamanı mövzu sınaqları işlədilir. Dərs zamanı deyəndə ümumiyyətlə dərsi izah edirik. Sonra bütün düşə biləcək tip sualları göstəririk. Hər dərsə uyğun mövzu sınağı işlədilir. Təbii ki, vaxt vasitəsilə işlədilir ki, sizdə vaxta qarşı bir növ belə deyək, vərdişlər yaranmış olsun. Sonra yeni tipli model sınaqlar. Proqram bitəndən sonra yeni tipli inteqrasiya sualları işləyirsiniz. Yəni son ildən artıq inteqrasiya suallarına çox önəm verilir. Bir sualın içərisində bir neçə mövzu əhatə olunmuş olur və vaxt aparan suallardır. Bir növ vaxta qarşı yarışmanı da öyrənməlisiniz. Əlavə olaraq sayt sistemindən istifadə edirik dərslər zamanı. Bu sayt sistemi nədir? Məsələn, dərsi izlədiniz, 5 gündən sonra təkrar baxmaq istəyirsiniz, təkrar baxa bilirsiniz. Sınağı təkrar işləmək istəyirsiniz, təkrar işləyirsiniz və bunlar heç zaman bağlanmır. Bir dəfə, yəni qoşulursunuz, əldə edirsiniz. Bir aydan sonra təkrar baxanda, bir ildən sonra təkrar baxanda yenidən yəni sistemlərimiz aktiv olur. Dərslər barədə məlumat üçün 055 239 2041 mənim öz nömrəmdir. 055 439 2041 əməkdaşımızın nömrəsidir. Yazıb detallı məlumatlar əldə edə bilərsiniz. Daha çox əməkdaşa yazmağınızı təklif edirəm. Çünki bəzən dərsdə olduğum zaman cavablaya bilmirəm mesajları, gec cavab verirəm. Yəni əməkdaşa yazaraq detallı məlumatlar əldə edə bilərsiniz. Belə, ümid edirəm videomuz faydalı oldu. İzlədiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm. Sağ olun, bir sonraki videomuzda görüşərik. Hələlik.